Salam dostlar, Araz Naxçıvan haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi Araz Naxçıvan klubu konferans liqasında ölkəmizi təmsil edəcək. Həmin Araz Naxçıvan transferlərə artıq start verib, bir çox futbolçularla danışıq aparırlar və Ceyhun Sultanov artıq bu işdə Araz Naxçıvanın transfer məsələlərinə demək olar ki, baxacaq və Ceyhun Sultanov da bilirsiniz ki, İsrail sevgisi bitmir və İsraildən olan menecer dostu ilə İsrail çempionatından həm də İsrailli futbolçular ola bilər, digər ölkənin nümayəndələri ola bilər. O çempionatda, İsrail çempionatına bir çox futbolçular artıq gətirəcək. Artıq danışıqlar olub, danışıqların bir çoxları müsbət nəticələnib. Araz Naxçıvan ümumiyyətlə bəzi futbolçuları saxladı, bəzi futbolçularla ümumiyyətlə razılığa gələ bilmədi. Araz Naxçıvan klubundan yəni uğur ümumiyyətlə gözlənilmir konferans liqasında, çünki heyəti o dərəcədə güclü deyil. Elmar Baxşıyevin Avrokubok təcrübəsi demək olar ki, yoxdur və Avrokuboklarda uğurları yoxdur. Bildiyiniz kimi Qəbələdə də məğlub oldu Qəbələ klubu ilə. Və ona görə də biz Araz Naxçıvandan ümumiyyətlə uğurlu çıxış gözləmirik. Araz Naxçıvan çempionata hazırlaşmalıdır. Araz Naxçıvan heyətini qoruyub saxlamalıdır. Üstəgəl nöqtə transferlər eləməlidir və Ceyhun Sultanovun transferlərinə bəzən biz inanırıq, amma təkcə o transferlərlə iş bitmir. Araz Naxçıvan keyfiyyətli futbolçular gətirməlidir. Zaur Axundov bu işdə mütləq surətdə bütün işini özü həll eləməlidir. Çünki inanmamalıdır digərlərinə. Çünki nə olsun ki, legioner limiti bitib, amma yəni Araz Naxçıvan konferans liqasında yenə deyirəm, yaxşı çıxış eləmək istəyirsə və reytinq halı gətirmək istəyirsə Azərbaycana mütləq surətdə yaxşı transferlər eləməlidir və hələ ki bu yaxşı transferlər görmürük, çünki transfer olunacaq futbolçuların içində yəni o cür səviyyəli bir futbolçular görünmür. Deyə bilərsiniz ki, səviyyəli futbolçu Azərbaycan çempionatına gec-gec gəlir, amma yenə də Elmar Baxşıyevin yəni rəhbərliyi altında yaxşı futbolçular olub. Ümid edirik ki, Elmar Baxşıyev nəhayət tilsimi qıracaq və Avrokuboklarda yaxşı çıxış edəcək.